Salam dəyərli kanal izləyiciləri, mən Tural müəllim. Bu günləri tərəzilərin ikinci hissəsinin izahını verirəm. Videoya başlamamışdan əvvəl davamlı videolar üçün YouTube kanalına abunə olmağı unutmayın. Videonu bəyənməyi unutmayaq və həmçinin onlayn və yaxud əyani dəstəyə qoşulmaq üçün 073 367 32 22 nömrəsinə WhatsApp-da yaza bilərsiniz. İndi isə keçirik sualların izahına. Başlayaq birinci sualdan. Burada ilk olaraq eyni hərfi ixtisara apara bilərik. S-in birini aparanda ixtisar 4 dənə S 2 dənə K-ya bərabər olur. Təzədən də buradan yarısını götürsək 2 dənə S 1 dənə K-ya bərabər olur. İndi aparıb biz 2 dənə burada məsələn 2 dənə S-in yerinə K yaza bilərik də. Sol tərəf olur LLK, sağ tərəfdə olacaq KK, LK. Buradan da eyni hərfləri K-ların ikisini aparsaq, L-in birini aparsaq, L ilə K bir-birinə bərabər olur. Deməli, 3 dənə L, 3 dənə K-ya bərabər olacaq. Düzgün cavab D variantıdır. İkinci suala baxırıq. Burada əvvəlcə C-nin birini ixtisara aparırıq. Nəticədə elə bir yarısını götürürük də. AC, buradan 2 dənə A, 2 dənə C, 2 dənə B-yə bərabər olur. Biz də bunun yarısını götürsək, AC B-yə bərabər olur. İndi biz aparıb B-nin yerinə AC yazsaq, buradan da eyni hərflərin birini ixtisara aparsaq, 4 dənəsi 2 dənə A-ya bərabər olur. Buradan da yarısını götürsək, 2 dənəsi 1 dənə A-ya bərabər olur. A-nın əvəzinə 2C yazsaq, yekun cavab 3 dənəsi olacaq, yəni C variantı. Üçüncü suala baxırıq. Üçüncü sualda deməli biz B-nin əvəzinə CA yaza bilərik də. A, CA belə yaza bilərik. B-nin yerinə elə bir CA, CA yazdım mən burada. Ondan sonra da burada eyni hərfləri ixtisar apara bilərik. C-lərin ikisini aparsaq ixtisar 3 dənə A, 1 dənə B-yə bərabər olacaq. İndi təzədən aparıb B-nin yerinə mən 3 dənə A yazsam, deməli CA bərabər olacaq 3 dənə A-ya. Buradan da A-ların birini ixtisar aparsam, C 2 dənə A-ya bərabər olacaq. İndi biz də B-nin əvəzinə cavabda CA yaza bilərik. Buradan da C-ni 2 dənə A-la əvəzləsək, yekunda 3 dənə A olacaq cavab. Bunun əvəzinə 2A yazıram, bir dənə də A-mız var. Yekun cavab 3 dənə A olacaq. Dördüncü suala baxırıq. 4-də yenə eyni hərfləri ixtisara aparaq. Məsələn, buradan K-nın birini ixtisara aparaq. Nəticədə olacaq KKL bərabərdir M olacaq. İndi biz aparıb M-in yerinə KKL yazsaq, KKL, bir dənə də KKL, yanına da K yazsaq, bərabər olacaq L, KK. Buradan da eyni hərfləri ixtisar aparsaq, K-lar ikisi gedir ixtisar, ondan sonra L-lərin də ikisi ixtisar gedir. 4 dənə K, bir dənə L-ə bərabər olur. Beləliklə, bizdən bir dənə L-i soruşur. Daha doğrusu, K-ların ikisi ixtisar gedir. K-ların deməli, ikisi ixtisar getdi və nəticədə burada qalır 4, bir də baxaq 3K, yoxsa 4K qalırdı. Deməli, M-in yerinə biz KK yazsaq, olacaq KKL, təzdən yenə KKL, yanına da bir dənə K yazsaq, bərabərdir L, KK. Eyni hərfləri silsək, K-ların ikisi gedir ixtisar, L-lərin ikisi gedir ixtisar. Nəticədə, deməli, qalır burada 3 dənə K qalır. K-ların ikisi ixtisar gedir, 3 dənə K, bir dənə L-ə bərabər olur. Düzgün cavab 3 dənə K olacaq. Bizdən də L-i soruşur. 5-ci sual. Baxın, bu sualda deməli biz bunları məsələn hərflərlə əvəzləyə bilərik. Tutaq ki, bura yazıram A, B, C. Zınqrov B oldusa, bura 4 dənə B yazıram. Ondan sonra 4 dənə B bərabərdir. Burada qələmin əvəzinə 2 dənə C yazıram. ABC 4 dənə B-yə, eləcə də 4 dənə B CC-yə bərabərdir. Onda belə çıxır ki, ABC ilə CC bir-birinə bərabər olar da. İkisi də 4B-yə bərabərdir. Buradan da C-lərin ikisi ixtisar getsə, AB C-yə bərabər olacaq. İndi bizdən nəyi soruşur sonda? Bizdən qələmlə telefonu soruşur. Yəni, indi biz də AB bərabərdir C aldığa. Aparıb burada BB 4 dənə B bərabərdir. C-nin əvəzinə AB qoysaq, olur AB, AB. Buradan da B-lər ikisi ixtisar gedir. 2B 2A-ya bərabər olur. Nəticədə 1B-nin 1A-ya bərabər olduğunu tapırıq. 1B 1A-ya bərabərdirsə, aparıb burada yerinə qoysaq, A-nın yerinə BB bərabərdir C olur. İndi bizdən də C ilə elə bil ki, telefon A-nı soruşur da. Biz də C-nin əvəzinə 2 dənə B yaza bilərik. A-nın da əvəzinə B yaza bilərik. Nəticədə 3 dənə B alarıq. 3 dənə B, B ilə də A bir-birinə bərabərdir. İndi burada 3 dənə zınqrov verməyibdir, amma 3 dənə telefon veribdir. Biz A-nı telefon kimi götürmüşdük. 3B-nin əvəzinə də 3 dənə A yaza bilərik. Çünki B ilə A bir-birinə bərabərdir. Ona görə cavab A variantı olacaq.
6-cı suala baxırıq. Yenə eyni hərfləri silək. Nəticədə m bərabər olacaq k ilə. İndi burada yazırıq 3 dənə k, m-in əvəzinə yazırıq k il, bir dənə də k il bərabərdir 3 dənə il. Buradan da ellərin ikisi ixtisar getsə, 5 dənə k bir dənə elə bərabər olur. Bizdən də 5 dənə k-nı soruşur. Düzgün cavab olacaq bir dənə el, yəni A variantı. 7-ci suala baxırıq. 7-ci sualda A-nın əvəzinə biz 3 dənə B, bir dənə C qoya bilərik. Buradan da C-lərin birini ixtisar aparsaq, 4 dənə B, 2 C olur. Buradan da alırıq ki, 2 dənə B, bir dənə C-yə bərabərdir. İndi C-nin əvəzinə 2 dənə B yazsaq, 5 dənə B, 2 dənə A-ya bərabər olur. İndi biz də cavabda C-nin əvəzinə, daha doğrusu 3 dənə B-yə bərabər olur. İndi deməli, buradan da alırıq ki, 6 dənə, birinci gözdən 3 dənə B, 1 C-dir də. Buradan da 6 dənə B, 2 dənə A-dırsa, 3 dənə B, bir dənə A-ya bərabərdir. İndi biz də C-nin əvəzinə 3 dənə B yaza bilərik. 3 dənə də B, bir dənə A-ya bərabərdir. Düzgün cavab olacaq 3B. Yəni, bunu A-la da verə bilərik, 3 dənə B yazırıq. 8-ci sual. Ellərin birini ixtisar aparırıq. KK bərabər olur L, M-ə. Ondan sonra, indi biz burada M-lərin biri bərabər olacaq 3 dənə L-ə, yarısını götürürük. 2 dənə K-nın əvəzinə L, M yaza bilərik. Və M-in də əvəzinə biz 3 dənə L yaza bilərik. Yekunda 5 dənə L olacaq cavab. 5 dənə L, Y variantıdır. 9-cu suala baxırıq. 9-cu sualda biz L-in əvəzinə 3 dənə M yaza bilərik. Belə bir eynilik alırıq. Buradan da M-lərin birini ixtisar aparanda 2K, 2M, 3 dənə K-ya bərabər olur. Və biz indi burada cavabda elə bir 3 dənə M-in əvəzinə bir dənə L yaza bilərik. L-M alarıq. Biz deməli birinci gözdə aldıq ki, L-in əvəzinə 3 dənə M yazdıq. M-lərin birini ixtisar apardıq. K-ların da ikisini ixtisar aparanda nəticədə qalır burada bir dənə L bərabərdir. Bir dənə, daha doğrusu L, 2 dənə M bərabər olur. M-in bir ixtisar gedir də. Deməli, bərabər. Burada deməli K-ların ikisi ixtisar gedir. L da gedir ixtisar. Dəqiqə. Yenidən yazım. Deməli, L-in əvəzinə biz 3 dənə M yaza bilərik. Bax, bu L-in əvəzinə 3 dənə M yaza bilərik. Buradan da M-in birini ixtisar aparırıq. K-ların da ikisini ixtisar aparırıq. Nəticədə qalır M, bir dənə K-ya bərabərdir. M, bir dənə K-ya bərabərdir. İndi biz də cavabda M-in əvəzinə K yaza bilərik də. M-in bir dənə K-ya bərabərdir. Onda 2 dənə M, 2 dənə K-ya bərabərdir. Düzgün cavab B-dir. Sonra baxırıq 11-ci suala. Əvvəlcə biz buradan C-ləri aparaq ixtisar, B-ləri aparaq ixtisar. Nəticədə 3 dənə A bərabər olacaq BC-yə. İndi biz diqqətlə baxırıq. İndi burada 3 dənə A bərabərdir. C-nin əvəzinə biz bax, bu BBA-nı yaza bilərik də. B, C-nin də əvəzinə BBA yazsaq, eyni hərfləri ixtisar aparsaq, 2 dənə A 3 dənə B-yə bərabər olur. Bizdən də 3 dənə B-ni soruşur. 3 dənə B deməli 2 dənə A-ya bərabərdir. Düzgün cavab B variantıdır. Baxırıq 12-ci suala. 12-ci sualda əvvəlcə K-la L ixtisar aparaq. Deməli, onda olacaq L-M bərabərdir 2 dənə K-ya. İndi biz də burada L-M-in əvəzinə, K-nın əvəzinə 2 L-M yazsaq, nəticədə L-M 3 dənə L bərabər olur M-L, K. Buradan da L-lə M ixtisar apararıq və nəticədə alarıq ki, 3 dənə L, 3 dənə K-ya bərabərdir. Onda belə çıxır ki, L-lə K bir-birinə bərabərdir. İndi biz də burada aparıb L-in yerinə məsələn K yaza bilərik də. MK bərabər olar, L-in yerinə K yaza bilərik. MK bərabər də KK olar. K-ların da bir ixtisar gedəndə M-lə K bərabərdir. Yəni, burada bütün hərflər bir-birinə bərabərdir. Cavabda da hərəsindən birini verib M. Digər M-in yerinə L, bir də K verib. Hərəsindən birini verib də, onun hamısı bir-birinə bərabərdir. Düzgün cavab MKL olacaq. 13-cü suala baxırıq. 13-cü sualda biz indi x-in yerinə y-z yaza bilərik. Yəni, olacaq o zaman 3 dənə y, bir dənə z bərabərdir 3 dənə z.
Buradan da z-in bir ixtisar getsə, 3 dənə y bərabərdir 2 dənə z olacaq. İndi biz də 3 dənə y 2 dənə z-dir. Cavabda 4 dənə x-in əvəzinə y z, sonra yenə y z yaza bilərik. Və biz də burada 3 dənə y z-dən əvəzləsək, olacaq 4 dənə z, bir dənə y. O da y variantıdır, düzgün cavab. 14-ə baxırıq. 14-cü sualda 14-də alt-alta toplasaz rahat tapacaqsınız. Baxın, alt-alta toplasaz TTP yanına SST yazaq, bərabərdir SSS, 2 dənə P yazaq yanına. Buradan da eyni hərfləri ixtisar aparaq, P-lərin biri gedir, sonra S-lərin ikisi gedir. Nəticədə 3 dənə T, bir dənə SP-yə bərabər olur. Bizdən də 3 dənə T-ni soruşur, cavab SP olacaq, yəni C variantı. Alt-alta toplamaqdan tapdıq. 15-ci sualda isə çarpaz toplamaqdan tapa bilərik. Çünki çarpaz toplayanda hərflər ixtisar gedir. Yəni S, S, B, B, B. Yanına bax, buradakı hərfləri yazacağıq. P, 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 S. Və bunları da bir çarpaz toplayacağıq. 4 dənə P, 4 dənə B. İndi burada da eyni hərfləri ixtisar aparacağıq. Yəni siləcəyik. Deməli, P-lərin neçəsi gedir ixtisar? 3 dənəsi gedir buradan. Elə P-lərin 3 dənəsi gedir. B-lərin də 3 dənəsi gedir. Nəticədə 3 dənə S bərabər olur. Deməli, P, buradan bir dənə P qaldı, bir dənə də B qaldı, PB-yə. Düzgün cavab BP A variantıdır. Sonra baxırıq növbəti 16-cı suala. 16-cı sualda yenə də eyni hərfləri biz ixtisar aparaq. Məsələn, A-ların biri gedir ixtisar, burada qalır AB bərabərdir, 3 dənə S-yə bərabər olur. İndi biz aparıb yerinə qoysaq, deməli, AB 3 dənə S-yə bərabərdir. Biz də burada da gəlin toplama üsulundan tapaq. Toplama üsulundan getsək, çarpaz toplasaq. Çarpaz toplasaq alacağıq. Baxın, yenə çarpaz toplayaq. İxtisar. Əvəzləmə olmayanda çarpaz toplayır. Burada əvəzləmə mümkün olmadı. A, B, 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 S bərabər olacaq. S, 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 A, S, S, A. Eyni hərfləri silək. A-ların ikisi ixtisar getdi. 4 dənə B nəyə bərabərdir? 5 dənə S-yə bərabər olur. Çarpaz toplayanda deməli 4 dənə B, 4 dənə B, 4 dənə B, 5 dənə S-yə bərabər oldu. Buradan nəticə ala bilmədik. Bizdən A-nın qiymətini soruşur. Bizdən A-nın qiymətini soruşur. Burada belə əvəzləmə olar. Baxın, SSA-nın əvəzinə, bax bu SSA-nın əvəzinə biz B, B, S yaza bilərik. Deməli, B, 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 S yaza bilərik. Bərabərdir A, B. Eyni hərfləri indi silək. B-ni silək birini. Onda deməli, AA bərabər olacaq SP, BS-yə. İndi buradan da A-nın biri bunların yarısına bərabər olacaq da, yəni SP-yə bərabər olacaq. Düzgün cavab B-dir. 17-yə baxırıq. 17-ci sualda deməli, eyni hərfləri ixtisar aparaq. A-la S-ni aparırıq ixtisar. A-la Z-ni aparırıq. B-ni də aparırıq ixtisar. Nəticədə D bərabərdir BS olur. D BS-yə bərabərdirsə, indi biz burada D yaza bilərik də BS-nin əvəzinə. Buradan da B-nin bir ixtisar gedər, D-nin bir ixtisar gedər, A BS-yə bərabər olar. Düzgün cavab BS, yəni D variantı olacaq. Sonra 18-ə baxırıq. 18-ci sualda burada yenə eyni hərfləri ixtisar aparaq. Eyni hərfləri ixtisar aparaq. L-in bir ixtisar gedir. Nəticədə KKL bərabər olur MNN-ə. MNN-ə. İndi biz də burada deməli burada əvəzləmək burada mümkün deyilsə, onda gəlin toplayaq. Burada da çarpaz toplayaq ki, ixtisar getsinlər. Yəni hərflərin çoxsu ixtisar getsində. KKLL yanına yazırıq LMNN.
Burada da yazırıq M, N, N, L. Yanına yazırıq K, 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 K. Eyni hərfləri qısar aparaq. K'ların ikisi gedir, K'ların ikisi gedir. Ondan sonra L'lərin L gedir, L'in biri gedir. Sonra deməli M ilə N'in biri gedir, M ilə N'in biri gedir. Onda nəticədə qalır L bərabər olacaq K'ya. K'lar gedib ixtisar. Nəticədə L bərabər olacaq bir dənə K'ya. Bir dənə də baxaq. Deməli, çarpaz toplayıb tapmaq olur burada. Çarpaz toplasaq olacaq K, K, L, 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 M, N, N bərabərdir. Bunları da çarpaz toplasaq M, N, N, L, K, 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 K. Eyni hərfləri silək. K'ların ikisi getdi ixtisar. K'ların ikisi getdi. Ondan sonra L'lərin biri gedir ixtisar, biri gedir ixtisar. N'lərin ikisi gedir ixtisar, gedir, M gedir. Nəticədə 2 dənə L, bir dənə K'ya bərabər olur. Düzgün cavab bir dənə K olacaq. Yəni A variantı. Növbəti linklər gəlir. Burada məsafələrlə olur. Bu dayaq nöqtəsidir. 4-ü vururuq. Burada neçə ara kəsmə var dayaq nöqtəsinə kimi? 3 dənə. 8-i 1-ə vururuq. Bərabərdir. Buradan bura kimi 2 ara kəsmə var. 4-ü 2-yə vururuq. Buradan bura kimi də 4 ara kəsmə var. 2-ni 4-ə vururuq. X-i 4-ə vururuq daha doğrusu. Bu X-dir. İndi bu tənliyi həll eləsək 20 bərabər olur. 8 üstə gəl 4x. Buradan da tərəf-tərəfə çıxanda 4x 12 olur. X-in qiyməti 3-dür. Düzgün cavab 3B variantı. 20-ci suala baxırıq. 20-də buranı x qəbul edək. Buradan bura kimi 5 ara kəsmə var. 5x üstə gələk 5 bura 2. Üstə gəlinsin. Buradan bura kimi 4 ara kəsmə var. Bərabərdir 4 bura 6. Üstə gəlinsin. Buradan bura kimi də 8 ara kəsmə var. 8x. Deməli 8 vur 2 daha doğrusu. Bura 2 verir. O da olur 5x üstə gəl 10. Bərabərdir. Sağ tərəf 40 eləyir. 40-dan 5 çıxanda 30. X-in qiyməti 6-dır. Düzgün cavab 6 Y variantıdır. 21-ə baxırıq. Yenə buradan bu dayaq nöqtəsinə kimi neçə aralıq var? 7 aralıq var. Digər 6-dan isə 3 dənə aralıq var. 6 bıraq 3. 11-dən bura kimi 4 aralıq var. Buranı da x qəbul etsək, buradan da bura axıra kimi 8 dənə aralıq olacaq. 8 də vururuq x-a. Baxın 1, 2, 3, 4, 5, 6, 7, 8. Buradan da sol tərəf eləyir 60 eləyir. Sağ tərəf eləyir 44 üstə gəl 8x. X-ları bir-birindən çıxanda 16 eləyir. X-in qiyməti 2-dir. Düzgün cavab 2, yəni B variantıdır. 22-ci suala baxırıq. 22-ci sualda 1, 2, 3, 4, 5, 6, 7 aralıq var. 8-i 7-yə vururuq. 6-nı isə 3-ə vururuq. 3 aralıq var 6-dan bura kimi. Bərabərdir. Buranı x qəbul edirik və 4-ə vururuq. 4x. Buradan bura kimi isə 8 aralıq var. Deməli 8-i vururuq 3-ə. O da eləyir 64 bərabərdir. 4x üstə gəl 24. Tərəf-tərəfə çıxanda 4x 40 olur. X-in qiyməti yox. 4x bərabər olacaq. 56-nın üstünə 18 gələndə 64. 64-dən 2, 3, 4, 5, 6, 7, 8, 24, 1, 2, 3, 4 aralıq var. 8-i 7-yə vurduq 56. Üstünə 18 gələndə 74 edir. Üzrünü say 74 edir. 74-dən də 24 çıxanda 50. 50-ni də 4-ə böləndə 12 yarım edir cavab. Yəni C variantı. 23-ə baxırıq. 23-cü sualda buradan bura kimi neçə dənə aralıq var? 6 dənə aralıq var. 8-i vururuq 6-ya. 20-ni də vururuq 1-ə. 1 aralıq var. Bərabərdir. Bunu buranda 4-ü vururuq. Deməli 4-ə üstünə gəlirik. Buradan bura kimi də neçə aralıq var? 1, 2, 3, 4, 8 aralıq var. 8-i x-a vururuq. Bu misalı da sadələşdirsək 68 bərabərdir. 16 üstə gəl 8x olur. Buradan da 8x 52-yə bərabər olur. 52-ni də 8-ə böləndə x-in qiyməti 6.25 olacaq. Yəni D variantı. Növbəti. Bu isə fərqli linklərdir. Buranı x qəbul edirik, bilmirik. 8-dən çıxırıq x-i vururuq 9-a. Sağ tərəfdə isə 9-u birbaşa 3-ə vururuq. O da alırıq 8 çıxaq x bərabərdir.
27-ni 9-a böləndə 3 eləyir. Buradan da x-in qiyməti 5-dir. Düzgün cavab 5 D variantıdır. Baxırıq 25-ci suala. 9-dan çıxırıq 6-nı 12-yə vururuq. Buranı x götürürük. 7-dən çıxırıq x-i vururuq 9-a. O da eləyir 36 bərabərdir. 7 çıxaq x bıraq 9. Buradan da 7 çıxaq x 4-ə bərabər olur. X-in qiyməti 3-dür. Düzgün cavab 3C variantıdır. Növbəti 6-dan çıxırıq 2-ni, vururuq 8-ə. Buranı bu dəfə x götürürük. X-dan çıxırıq 4-ü, vururuq 2-yə. Bu tənliyi həll edirik. Bu da eləyir sol tərəf 32 eləyir. Yox, 4-ü 8-ə vuranda 32 eləyir. Bərabərdir. X çıxaq 4 vuraq 2. Buradan da 32-ni 2-yə böləndə 16 eləyir. X çıxaq 4 16. X-in qiyməti 20 eləyir. Yəni D variantı. Növbəti 27-yə baxırıq. 27-də 8-i vururuq 5-ə. Sağ tərəfdə isə buranı x götürürük. X-dan 1 çıxıb 10-a vururuq. Buradan da olacaq x çıxaq 1 vuraq 10 bərabərdir 40. 40-ı 10-a böləndə 4. Buradan da x-in qiyməti 5 olacaq. Yəni D variantı. 28-ə baxırıq. 28-də 8-dən çıxırıq 5-i 3 vururuq 9-a. Burada 7-ni birbaşa 3-ə vururuq. Üstünə gəlirik. Və burada isə buranı x qəbul edirik. 7-dən x çıxıb vururuq 2-yə. Burada 5-ə vururuq daha doğrusu. 7-ni 5-ə vururuq. 7-ni 5-ə vururuq. Yox, üzr istəyirəm. Burada sağ tərəfdə isə biz 3-ü 5-ə vururuq. 3 metri 5 kilograma vururuq. Bu 7-dən x-i çıxıb 2-yə vururuq. Bax, tənliyimiz belə olur. Buradan da alırıq sol tərəf 3-ü 9-a vuranda 27 eləyir. Sağ tərəf 15 üstə gələr. 14 çıxılsın 2x eləyir vurub açanda. Buradan da 29-dan 27 çıxanda 2 eləyir. 2x 2-yə bərabər olur. X-in qiyməti 1-dir. Yəni B variantı doğru cavabdır. Baxırıq 29-cu suala. Deyir, sağ tərəfdəki ağırlığı neçə metr daha aşağı çəkmək lazımdır ki, link tarazlıqda olsun. Əvvəlcə 9-u 8-ə vururuq, sol tərəf 72. Sağ tərəfdə 6-nı vururuq. Bu sağa çəkmək o demək ki, bunu artırmaq lazımdır. 9-un da üstünə x gəlirik. Bax, bu tənliyi həll edirik. Deməli, 72 bərabər olacaq. O zaman 6 vurulsun, 9 üstə gəl x. 72-ni də 6-ya böləndə 12 edir. Deməli, 9 üstə gəl x 12-yə bərabərdir. X-in də qiyməti buradan 3 olacaq. Yəni, C variantı düzgün cavab sayılır. 30-cu suala baxırıq. 30-da da sol tərəfdə 3-ü vururuq 12-yə. Yenə deyir ki, sağ tərəfi bu dəfə sola çəkmək lazımdır. Bu dəfə 9-u vururuq, 10 çıxılsın x-a. Bax, tənliyimiz belə olur. Buradan da alırıq ki, 36 bərabərdir. 9 vurulsun, 10 çıxaq x. 10 çıxaq x bərabər edirik. 36-nı 9-a böləndə 4, x-in qiyməti 6 olur. Yəni, D variantı düzgün cavabdır. Aşağıdakı linklərdən hansı tarazlıqlarda bir-birinə vururuq? 9-u 5-ə vuranda 45, 4-ü 15-ə vuranda 60 edir. Bunlar tarazlıqda deyil. Burada 18 ilə 16 eləyir, bərabər olmalıdır. Burada 5-i 7-yə 35, 6-nı 5-ə 30. Tarazda olan Y variantıdır. 4-ü 6-ya vuranda 24, 8-i 3-ə vuranda 24. Bir-birinə tarazlıdır. Və ikinci hissədən sonuncu suala baxırıq. Deyir, hansı daha yaxındır? Hasillərin içində ən yaxın olanı götürəcək. Məsələn, burada 9-u 5-ə vuranda 45, 4-ü 15-ə 60. Yaxın deyil o qədər də. 18 ilə 24 eləyir, yaxın deyil. 35 ilə 30 eləyir, yaxın deyil. 54 ilə 56 daha yaxındır. D variantı daha da yaxındır. Burada da məsələn 24-dən 32 eləyir. Daha yaxın olanları götürürük. Gəldik video izahına. İnşallah ki, izahın köməyi dəydi. Növbəti izahlarda görüşənə qədər. Diqqətiniz üçün təşəkkür.